Sizcə Azərbaycanı nə gözləyir bu il? Sırf bank sektorunun öz funksiyasını doğru yerinə yetirməməyini də görürəm. Çünki bütün iqtisadi ədəbiyyatlara baxsaz, hətta mən toplamışam bir 60 iqtisadi ədəbiyyatdan o tərifi bilərəkdən. Hamısında yazır ki, bankın əsas funksiyası əmanətləri investisiyalara transformasiya etməkdir. Yəni bir tərəfdən borca pul verməyə hazır olan şəxslər var, bir tərəfdən borca pul götürməyə hazır olan şəxslər var. Bank sadəcə maliyyə vasitəçisi kimi ondan pul alır, digərinə kredit olaraq verir. Amma bizdə mən bankların bəzilərində belə bir tendensiya görürəm ki, mənfəət artırmağa yönəlik siyasət görürəm. Risklər faktoruna görə çox güman ki, siz o məsələni demişdiniz yadımdadır ki, risklər faktoruna görə. Digər tərəfdən də mən baxıram nəyə? Bu indikatorlardan da sual düşdü. Bunu da deyim, bunu zənnimcə bizim tədqiqatlarımızdan başqa bir tədqiqatda görməmişəm. Professor Əlşad Məmmədovla mənim bir tədqiqatımda bu ön plana çıxdı. Biz götürdük bankın xalis mənfəətin artım tempini, böldük iqtisadiyyatda yaradan əlavə dəyərin artım tempinə bir proporsiya çıxartdıq. Təklifimiz ən azından bu oldu və gördük ki, bunu da qoyduq bankın effektivlik indeksi və gördük ki, cavab belə çıxır. -0.00013. Ola bilər 0-ın birini artıq deyib, amma məğz dəyişmir. Yəni faktiki olaraq bu gün bank sektoru real iqtisadiyyatı maliyyələşdirmir. Daxili investisiyanı maliyyələşdirmir. Bir dənə də gözəl indikator var. Təəssüflər olsun ki, Statistika Komitəsi artıq bu indikatoru aparmır. Bəlkə də bizim tənqidimizdən sonra bir qədər bu oldu. Yəni tapa bilmirik son 2 ilin indikatorunu, amma 23-22-ci il indikator əlimizdə var. Daxili investisiyaların neçə faizini banklar maliyyələşdirir? Əsas kapitala qoyulan investisiyaların son göstərici 2 idi, yaxşı 3 idi. Bu çox aşağıdır. Yəni inkişaf etmiş və yaxud Çin kimi etməkdə olan ölkələrdə bu 40-50%-ə qədər gəlir çıxır. Yəni bank sektoru çox aktiv fəaliyyət göstərir. Və bunun üçün bizim qoyduğumuz təklif məhz bundan ibarət idi ki, Mərkəzi Bank, Avropa Mərkəzi Bankı kimi və yaxud Çin Milli Bankı kimi əlavə pul çap edərək, onun aşağı faizlə bank sektoruna ötürərək, bank sektorda onu blockchain texnologiya, rəqəmsal manat vasitəsilə, bu çox məsələn maraqlıdır. Rəqəmsal manat vasitəsilə konkret olaraq bu istehsal sektorunda və əlavə dəyər yaradan istehsal sektoruna ötürərək inkişaf etdirə bilər bunu.